Əziz dinləyicilər, bu günlər çox önəmli bir toplumsal və siyasi hadisə ilə üz-üzəyik. 1403-cü il İran rəis cümhur seçkiləri yaxınlaşır. Bu dəfə Türk kökənli bir Azərbaycanlı olan Pezeşkiyan adayların arasındadır. Bildiyiniz kimi, son 100 ildə mərkəzi hakimiyyətlər Azərbaycanı siyasi cəhətdən zəiflədib, siyasi gücünü alıb və onu siyasi mərkəziyyətdən çıxardıblar. Amma bugün rəis cümhurluq adayının Türk olması, Azərbaycanlı olması Azərbaycanı siyasiləşməyə doğru götürməkdədir. Bir tərəfdən də devlətin baskılarından dolayı gələcəyə ümidsizlik var və insanlar seçkilərə qatılıb qatılmamağa qərar verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düşünərək Azərbaycan Civic Nation ilə Ətək Yazı ortaq bir proje ilə Azərbaycan məsələlərilə uğraşıb, bu haqda fikirləşən araşdırmacıların fikirlərini öyrənmək istəyir. Təbii ki, burada məsələ insanlara seçkiyə qatılıb qatılmamaq konusunda çağrı etmək deyil. Yalnız hədəf nədir? Hədəf duruma açıqlıq gətirmək, indiki vəziyyətə açıqlıq gətirmək və məsələni, seçki məsələsinin müxtəlif yönlərinə işıq tutmaq və mübahisə yaratmaq əsas hədəfdir. Yetər ki, Azərbaycanlılar öz məsələləri haqqında düşünsünlər və mübahisəyə yol açılsın. İlk videomuz olaraq iki qonağımızla sizinləyik bugün. Vahid Qarabağlı, dil sosiolojisi araşdırmacısıdır Məkkil Üniversitesindən və Sina Mirzai, siyasət bilimçidir Şimali Arizona Üniversitesindən. Əlifba ilə getsək deyirəm, bəs Sina bəy, sizlə, mən İngilizcə əlifba ilə gedirəm, sizlə başlayaq. Sina bəy, Azərbaycanlıların və türklərin açısından bu seçkilərin keçmiş seçkilərlə fərqi nədir sizcə? Təşəkkür edirəm mən də bu fürsəti yaratdığınız üçün. Məncə belə düşünürəm, birinci sorumuza cavab vermək gərəkirsə, yəni əsas çox böyük bir dəyişiklik yoxdur, yəni olanları qabaqcada görmüşdük, yəni bir islah tələbinin olması, seçimin qızışdırılması, qabaqçı, yəni dəyə həftə, dəyə 80-larda da bunu görmüşdük, qabaqca elə rəisinin zamanı da olanda seçkilərdə görmüşdük. Yəni yeni olan çox böyük bir dəyişiklik yoxdur. Amma əgər soruşsaq, ən böyük dəyişiklik nə mənədir? Yəni əgər qərar olsa burada bir dəyişiklik tapaq, mən hər halda bunu düşünürəm ki, Cümhur İslamının artıq keçmişdən dərs alıb daha böyük, daha güclü, daha bilgili şəkildə sərkub eləmə bir mekanizması yaratması və daha yaxçı bir şəkildə, daha, yəni o Xatəmi zamanındakı nisbi azadlıqdan, o qafilgiridən aldığı dərslərlə, Əhmədi Necad zamanındakı o müstəqim sərkubdan və ya rəisi zamanı intihabatın müstəqim, çox açıq bir şəkildə mühəndis eləməsindən böyük dərslər alıbdır. Yəni o mühəndis eləmənin sonradan yaratdığı etirazlardan falan çox böyük dərslər alıbdır. Hər etiraz olduğunda da, yəni 85-ci bizim öz etirazlarımıza baxdığımızda, Aban etirazlarına baxdığımızda, 2021-dəki, yəni bu tez ən son olan etirazlara baxdığımızda, bunların hər birindən də sərkub dərsi alıbdır. Onun üçün yəni mən əsas edirəm ki, yəni o Xatəmi zamanı olan seçkilərə oxşardı. Orada olan bir nisbi umid yaranıbdır. Bəlkə də biz işgəncə gəldikdən sonra da bəlkə də bacara bilər elə nisbi bir azadlıq fəzası yarana. Amma burada fərqi budur ki, artıq daha bacarıqlı, daha yəni sərkub lazımdır, daha bacarıqlı, daha çox şey öyrənmiş bir Cümhur İslamı ilə üz-üzəyik. Nə Əhmədi Necad zamanı kimi müstəqim sərkub eləmək istəyir, nə Xatəmi zamanı kimi də icazə verir, məsələn, Azərbaycanlılar Araz qırağına getsin, saz salsınlar, birlikdə olsunlar, Babəş qalasına getsinlər. Və bu hər halda ən böyük fərqlərdən biridir. Məsələn, baxır, oxuyur, Milli Hərəkatı mütaliə eləyir, söyləmlərini, söyləminin mərkəzi yerlərini, xətti qırmızılarını mütaliə eləyir və baxır, gör, Batı Azərbaycandakı formul cavab verir. Nə olur olsun, amma türk olsun formulu cavab verir. Orada millət gedir sandığa rəy verir. Bununla milləti rəyə gətirə bilir. Bəs deyir, mən elə bunlar bu rəvayətlərdən istifadə edeyim, bəlkə kəlam hətta istifadə edeyim, bəlkə elə öz içlərindən gətirim, bu fürsətlərdən istifadə edeyim, fərqli elementlərdən istifadə edeyim, fərqli müşarikət alanına çəkim bu insanlar və bu dəfə də bunu elərkən bu dərsi də alıbdır ki, yəni Xatəmi zamanı kimi qafilgir mən ehsas eləyirəm olmayacaqdır. O zaman hər halda o nisbi azadlıqdan, etirazatlardan, danışıqlı hərəkətlərdən bəlkə biraz qafilgir ola, bəlkə gözlənməyə, amma bu dəfə ehsas eləyirəm Pezeşkiyanla
bunu da kontrol eləyə biləcəkdir. Daha bacarıqlı bir yapıya dönüşübdür. Mən ən böyük dəyişikliyi bunda görürəm. Qalan bütün dəyişiklikləri qabaqcada görmüşdük. Yəni oxşar şeylər görürəm. Amma ən böyük dəyişiklik hələ də əsas edirəm bu fəzanı, o yapını, sərkub yapısını daha bacarıqlı bir şəkildə əlinə alan bir Cümhur İslamı ilə qarşı-qarşıyayıq bu dəfə. Vahid bəy, siz necə dəyərləndirirsiniz bu seçkilərlə daha öncəki seçkilərin Azərbaycanlılar və türklər açısından hansı fərqləri var? Bu sualınıza cavab vermədən öncə mən İranda keçirilən seçkilərin və ya seçimlərin zatı ilə bağlı, yəni formu ilə bağlı danışmaq istəyirəm. İranda bilirsiniz, normal demokratik sistemlərdə olan seçimlər yoxdur. Yəni seçimlər azad deyil, seçimlər şəffaf deyil və İran bir totaliter bir rejimdə, bir sistemdə bir kontrollu və mühəndisli bir seçim keçirdir və biz bunu adayların seçimində də görə bilərik ki, İran Anayasa Qoruma Şurası və Şurayı rəhbər insanların seçir, səlahiyyət verir onların aday olmasına və orada çox məhdud rejimin ideolojisinə, sistemin içindən çıxmış insanlara verir və burada azad seçki, azad media, azad siyasi qərar vermə insanlarda bu haqqı tanımır və bu limited qərar verdiyi insanlar içindən insanları məcbur qırır ki, onlar ki bu sistemdə rəy verməkçilər və oylamalarda iştirak etmək istəyirlər, bunun içində seçim haqqı verir. Və bu dəfədə yenə görürük ki, fərqli olaraq bir Məsud Pezeşkiyana onay vermişlər adaylığına. Onun qarşısında da o bir qruplar çoxu usulgərələrdandır. Məsud Pezeşkiyanın türklər və açısından fərqi nədir əgər bu seçimin desək və Azərbaycanlılar üçün? Məsud Pezeşkiyanın Azərbaycanda gedən bu söyləmləri dilə gətirməsidir. Yəni Azərbaycan hərəkətinin söyləmlərindən dilə gətirməsidir. O söyləmlər də ana dilində eğitim, sonra federal bir yapı sisteminin yaxşı olmasını İranda keçmiş söyləmiş biridir və o deyir ki, əgər İran daha federal olursa, qeyri-mərkəziyyətçi olursa, bölgələr daha gəlişər, bölgələr daha özlərini ayağa qaldırarlar və qaldırma prosesində iştirak edərlər. Və bir də söyləmlərindən biri də budur ki, ana dilində təhsil etmək, fərqli qrupların öz dilində təhsil etmək onların haqqıdır və hər kəsi biz marka vurub və ya pan ilə sustura və ya bölücü deyə sustura bilmərik. Bu söyləmlər bizim hərəkətin mübarizəsinin söyləmləridir və biz bunu Təbriz millət vəkili Pezeşkiyan kimi insanların ağzından eşitməmiz bizim hərəkətin əslində böyle bir başarısıdır və biz bunu görə bilərik və Azərbaycan üçün yəni böyük bir dəyişikliklər yoxdur. Sistem özü içində bir seçim, bir aday vardır. Yəni böyük bir structural, quruluşsal dəyişikliklər yoxdur. Amma bu sunulan seçimin içindən hər halda bir çoxlar düşünür ki, məsələn Qalibov yerinə Pezeşkiyanın əgər belə bir şansı bu sistem, qeyri-şəffaf sistem əgər nə qədər versələr daha yaxşı olar. Yəni amma onların da bir çoxları da düşünür ki, bu böyük dəyişikliklərə yol açmayacaq. Bu sadəcə sistemin öz oynadığı mühəndisliyi bir yöntəmdir ki, gününə görə qərarı vermiş. Bəlkə bu istəyir ki, insanlar seçimlərdə iştirak etsin, iştirakı qaldırmaq üçün bəlkə bir taktikdir. Çünki keçən seçimlərdə İranda iştiraklar çox az idi, %30-25'lərə endi və bu dövlət üçün, rejim üçün çox böyük bir narazılıq idi. Bəlkə onun tələfi etmək üçün bir təklif ola bilər və ya bəlkə də yeni bir idarə etmə modeli, Sina bəy dediyi kimi, daha fərqli bir yeni bir idarə etmə modelinə keçmək istəyir və bunun üçün də Pezeşkiyanı daha uyğun görmüş. Yəni onun üçün yəni belə də böyük gözləntilər yoxdur, amma ən pislərin içində, seçimlərin içində birini seçməli olsa Azərbaycan türklərdə bir qruplar var ki, Pezeşkiyanın seçilməsini daha biraz ümid verici görürlər. Çox da yox, amma sadəcə biraz. Bəs Sina bəy, bu dönəm seçkilərdə səs verib verməmə məsələsinə necə baxırsınız? Pezeşkiyanın türk olması sizcə
önəmlimi? Səs verilməlidirmi, verilməməlidirmi? Bu məsələlər bilirsiniz tartışılır. Siz bu haqqda nə düşünürsünüz? Dediyiniz kimi çox münaqişəli bir məsələdir. Mən indi görürəm sosial mediada da, başqa elə şəxs həyatlarında da mən şübhəsiz bu çox münaqişə, mübahisəyə səbəb olan önəmli qonulardan biridir. Amma mənim nəzərimə seçkiyə qatılıb rəy vermək istəyənlər, həm bir rəy vermək istəməyənlər özlərinə görə çox haqlı nədənləri var. Durum elə qarışıbdır. Hər iki tərəfdə də siyasi oyuncu, yəni siyasi bazicər olmaq, siyasətdə bir pay almaq, siyasətdə bir etki buraxmaq istəyir hər iki tərəfdə. Yəni birisi rəy verməkdən imtina eləyib siyasi oyuncu kimi dövlətin məşru olmasını sual altına aparmaq istəyir. O digər tərəfdə təbii ki, rəy verib Azərbaycana yarana biləcək siyasi fürsətlərdən bir siyasi oyuncu kimi, bazicəri siyasi kimi istifadə etmək istəyir. Ya Azərbaycana alınacaq hər hansı bir siyasi fürsətdən siyasi pay almaq istəyir, siyasi pay qazanmaq istəyir. Ona görə hər iki tərəfdə çox haqlı olaraq təbii ki, mən inanıram ki, siyasətdən yeni güc ilişkilərində yaranacaq olan fürsətlərdən, siyasi fürsətlərdən öz hərəkətinə görə, öz istəklərinə görə pay almaq istədiyi üçün elə və ya belə siyasi oyuncu olmaq istəyir. Hər zaman və hər yerdə mən belə düşünürəm ki, təbii olaraq güc ilişkilərindən yaranan o, məsələn, intixabat kimi siyasi fürsətlərdən istifadə etmək və pay çıxarmaya çalışan hərəkətlər, qurumlar, şəxslər siyasi oyunculuğu elə eləyəcəklər ki, öz söyləmlərinə, öz mərkəzi söyləmlərinə bir fayda qazansınlar. İndi bu arada bəlirli mərkəzi söyləmi olmayan hərəkətlər, toplumlar, sairə siyasi fürsətlərdən də təbii ki, yararlana bilməyəcək. Mən belə hesab eləyirəm. Çünki bilməyəcəklər nə iş görürlər. Yəni seçdilər, qutuldu, nə iş görəcəyik, nə istəyirik. Bu fürsətlərdən necə istifadə edə bilərik? Tamam, oldu, qurtuldu, biz rəy verdik və ya vermədik, seçildi və ya seçilmədi. Nə olacaq, nə istəyirik, mərkəzi söyləmimiz nədir? Yəni, oyuncu olmaq yerinə mərkəzi söyləmi olmayan hərəkətlər oyuncaq olacaqlar təbiətən. Siyasi oyuncu olmaq yerinə onun bunun söyləminə oyuncaq olacaqlar. Usulgərə məsələn və islah tələb arasında pis və ya daha pis arasında zob olub gedəcəklər. Məsələn, bu qonunu aşmaq üçün daha az intizai danışmaq üçün mən əsas edirəm 70-80 illərini ki, qabaqçı sualda da adını çəkdim, onları xatırlayaq. Xatəmi zamanında yaranan bir siyasi fürsət var idi. Nisbi bir azadlıq yarandı. Öğrenci hərəkatları və başqa Xocalı faciəsindən sonra Babək qurultayı, Babək qalası qurultayı, Azərbaycanda siyasi elitanın yaranması, Zehdabilərin, heyətlərin, fərzanələrin o şəhərdən bu şəhərə öğrencilərini götürməsi, Azərbaycanlılarla danışması buna səbəb oldu ki, Azərbaycan milli hərəkəti söyləmi məfsəlbəndi olsun, yəni ekləmlənsin. Azərbaycanlı siyasi elitlər bunu istədilər ki, o yaranan siyasi fəzada bizim hərəkətimiz gedib özünə görə bir oyuncu olsun, özünə bir söyləmi olsun, gedib onun bunun söyləmində zob olmasın, əriməsin. Ona görə bilirdi ki, nə istəyirdi, öz söyləminə də bilirdi ki, bu fürsətdən, bu fəzadan necə pay alsın, necə özünə fəza yaratsın, özünə bir qazanc əldə eləsin. Yəni də orada önəmli deyildi ki, Xatəmiyə Azərbaycan rəy verdi ya vermədi. Önəmli olan buydu ki, o yaranan siyasi fürsət, nisbi azadlıq fəsasından necə biz özümüz üçün istifadə edək, nə cür təşkilatlanaq, nələr qazanaq, nələri necə qabağa aparaq, siyasi oyuncu olaq və ya siyasi oyuncaq olaq. Yəni məsələ əsasında hər halda əsas yerim budur. Elə buna görə də məncə Azərbaycan üçün bu sual və ya elə bu mübahisələr ki, rəy vermək düzdür ya verməmək bir o qədər bilmirəm, mən əsas edirəm ki, önəmli deyil. Yəni, önəmli olan budur ki, Pezeşkan, bu deyil ki, yəni Pezeşkan seçilib ya seçilməsin və ya rəy verdik ya vermədik. Önəmli olan budur ki, Azərbaycanlıların mərkəzi söyləmi nədir, yol xəritəsi nədir, seçilsə və ya seçilməsə senaryolar nədir, bu siyasi fürsətdən necə istifadə edəcəkdir. Əgər seçilsə necə istifadə edəcək, seçilməsə necə istifadə edəcəkdir. Yəni əgər mənim özüm qərar olsa cavab verəm bu suala, belə düşünürəm ki, bu gün nə düzgün bir siyasi söyləm var ortada, nə təşkilatlanma, nə mərkəzi bir söyləm, nə qurum, nə də nə istədiyini bilən bir Azərbaycan var ortada təəssüflə. Yəni bu şəraitdə intixabatın nəticəsi bəlkə Xatəmi zamanı kimi ola. Yəni əslində o nisbi fəza da bəlkə yarana. Əslən bəlkə Pezeşkan başarılı da ola, yəni o dediklərində, bəlkə o istədiyini də yarada. Bəli biz nə istədiyimizi bilməsək, o mərkəzi söyləm yaranmasa, 85 zamanında olan nəticələr, yəni 85-də patlaq verən o etirazatlar, millətin xiyabana tökülməsi, o bəlirli söyləm yaranan elita yaranmayacaqdı.
fərq bu olacaq. Təbii ki, Pezeşkiyan bəlkə də o ortamı yaratdı. Bunu Batı Azərbaycanda da görürük. Yəni məsələ orada rəy verib, rəy verməməkdən artıq çıxır. Yəni görürük ki, məsələn, sadəcə əgər milakımız, mərkəzi bir söyləmimiz olmasa, sadəcə milakımız bu olsa ki, nə olur olsun, amma sadəcə türk olsun, bugünkü faciəyə gələcəkdir, ortaya qoyacaqdır. Yəni haqq, hüquq, mərkəzi bir söyləm, mərkəzi bir təşkilatlanma, kadrsazi eləməyəndə belə olacaqdır ki, yəni başqa millətlərdən sizin dilinizi sizdən bəlkə daha yaxşı danışan nümayəndələr gəlib sizə nümayəndə olacaqdır. Əsas məsələ budur ki, o mərkəzi söyləm yaransın. Mən isə deyirəm, əsas dərdimiz budur. Bunun üçün sərmayə güzar eləməliyik, bunun üçün mübahisə aparmalıyıq və bunun üçün təlaş eləməliyik. Pezeşkiyan bu gün seçildi, seçilmədi. Xatəmi zamanında olan nisbi fəza, ümidlər yarandı və ya yaranmadı. Bir tərəfə oradan nə nəticə alınacaq qərar hər halda fikir edirəm. Orada da yenə millətin, yenə də Azərbaycanlılarındır. Hər halda orada qərar bu olmalıdır ki, o fəza yaransa da, yaranmasa da o zamanın elitalarının getdiyi yola bir addım da qabağa qoyub, bir addım da qabağa gedək. Nəinki getdikcə dala gələk, daha nə bilim soyucu bir söyləmə sökənək, milaşlarımızı çox düşük şəkildə sadəcə türk deyil də saxlayaq. Daha böyük, daha çox haqlar istəyək. Öz mərkəzi söyləmimizlə, Azərbaycan mərkəzli bir söyləmlə ortaya çıxmalıyıq. Yoxsa dediyim kimi, pis və ya daha pis usulgərə, islah tələb mərkəzin baxışından məcbur olacaq ki, o söyləmlərdə əriyək, gedək, zul olaq. Çox sağ olun Sina bəy. Vahid bəy, eyni sualı sizə də vermək istəyirəm. Bəs bu dönəm seçkilərə səs verib verməmə məsələsinə siz necə baxırsınız? Pezeşkanın türk olub olmasına bu önəmlimi, onun türk olması? Səs verilməlidirmi, yoxsa yox sizin atınızdan? Məncə Pezeşkiyanın türk olub olmamasından daha çox da önəmli deyil İran sistemində. Eğer Pezeşkiyanın o söylemleri olmasaydı, yani eğer mesela Pezeşkiyan yerine Erdebil'in nümayəndəsi Neçisat aday olsaydı, o da Türk'tür. Çok da fərq eləməzdi Azərbaycan. Bizim üçün fərq edən Pezeşkiyanın o söylemleri olub əskidən. Ana dili ilə bağlı söylemleri, federalizmə bağlı, daha yumuşaq bu etnik məsələlərinin dilə gətirilməsi, bir sosial siyasi sorun olarak söyləmin dilə gətirilməsi bu önemlidir. Əslində bu seçimlərdə bizim hərəkətdə bu məsələyə diqqət də elə bu söylemlərdən dolayıdır. Eğer bu söylemləri olmasaydı, limiti söylemləri olmasaydı Pezeşkiyanın əskidən bu qədər bunun ətrafında çox da diqqət çəkməyəcəkdi bu seçimlər və çox səssiz və həyəcan da heç olmayacaqdı bir qədər də. Onun üçün məncə əsas o söyləmlərdir ki, önəmlidir ki, və bu hərəkət bununla bağlı danışıqları aparır indi və bu dediyiniz, Sina bəy dediyi kimi də bunun qatılaq və qatılmayan tərəflərin də haqlı öz açılarından yönləri vardır. Amma yenə mən düşünürəm ki, Pezeşkiyanın seçimi böyük bir dəyişikliklər gətirməyəcək. Yəni bizim məsələlərlə bağlı, Azərbaycanla bağlı, İrandakı siyasətlə bağlı. Çünki bu qərarları başda verilir, rəhbər tərəfindən verilir. Ölkədəki məsələlərə necə baxırlar, əmniyyəti baxırlar, məsələ siyasətə, etnik məsələlərinə. Çünki biz bu haqda hər hansı bir söyləmsəl bir dəyişikliklər görməmişik və onun nişanəsini də görmürük ki, İran bir yeni açılıma gedir və bu yeni açılımında pərçəmdarı Pezeşkiyandır və Pezeşkiyan indiki seçimlər danışığında da biz belə bir şeyi vəd etmir. Pezeşkiyan daha çox ekonomik durumun biraz ölkənin idarə etməsinin daha yaxşı edəcəyindən danışır. Daha ləyaqətli məmurlar, daha ləyaqətli sistem gətirəcəyindən və millətin bu indiki ekonomik durumda baskı altında olmasının daha azalmasından danışır. Onun üçün də İranda böyük bir dəyişikliklər gözlənilmir bu seçimlərdə və eğer Pezeşkiyan seçilsə də onun gücü limiti də olacaq və o istəsə belə, çünki İranda məhkəmə sistemi, əmniyyəti qüvvələr, media, qəzetələr hamısı üstdən aşağı gəlir və
devlətin sistemin öz nəzarətindədir. Rəhbər, sipah var, fərqli qruplar var və Pezeşkanın özəlliklə türk olması, məsələn, bu etnik məsələlərə diqqət çəkməsi indidən fars milliyyətçiləri tərəfindən indidən bir həmlə yaranıb ona qarşı. Onu pan-türkist olaraq müttəhəm edirlər və düşünün bu gələcəkdə Cumhurbaşkanı oldu. Bu haqda bir şey etmək istəsə belə də onların o baskısı ilə üzləşəcək. Çünki İranda bir sistem vardır və Pezeşkan da o sistemin içində bir oyuncudur bir şey olaraq. Amma əgər Pezeşkan seçildi və Cumhurbaşkanı oldu, bunun limited və xırda müsbət təsirləri ola bilər. O da ki, məsələn, Təbriz üçün, Azərbaycan üçün. Çünki o Azərbaycan məsələləri ilə daha tanışdır. Oradan olmuş bir millət vəkilidir. Orada olan iqtisadi, ictimai sorunlarla tanışdır və onun hər halda ətrafında bir timi olacaq, bir qrupu olacaq və onunla idarə etməyə çalışacaq. Nə qədər bu timi seçməkdə, vəzirləri, baxanları seçməkdə əliyə açıq olacaq, onu biz bilmirik. Amma əgər belə bir şans olursa, Azərbaycan üçün daha yaxşıdır. Pezeşkan yerinə, məsələn, Qalibafın olması, əlbəttə ki, Pezeşkanın bu durumda olması daha yaxşı olar. Amma bu böyük bir fərqdə, dəyişiklik də olmayacaq. Yenə limited bir dönəm olacaq deyə düşünürəm. Amma bu limited dönəm əgər biraz açılıq olursa, əgər tutaq ki, məsələn, Xatəmi dönəmi biraz media azadlığı oldu, biraz daha yumuşaq siyasət oldu. O zaman da Azərbaycan hərəkətinin fəallarda təbii ki, bu azadlıqlardan istifadə edəcəklər, öz söyləmini yaymaqda, genişləndirməkdə iştirak edəcəklər və onlar da o toplumda yaşayırlar və öz iştirakçıları ilə daha da öz söyləmlərini irəli sürüb və onu gücləndirəcəklər. Çox sağ olun, əziz Vahid bəy, Sina bəy. Vaxt ayırıb bizə qatıldığınız üçün və sualları cavabladığınız üçün hər ikinizə çox-çox təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun, biz təşəkkür edirik.